Salam dostlar, bugün sizə tradingdə çox istifadə olunan və qrafikdə tez-tez qarşılaşdığımız W paternindən danışacağam. Qrafikdə qiymətin 2 dəfə eyni bölgədən geri döndüyünü görsəniz, diqqətli olun. Çünki burada çox məşhur bir patern W paterni formalaşa bilər. İndi ekranda real qrafiklərə əsasən paternlərə baxaq. Burada qiymət əvvəlcə aşağı doğru hərəkət edir və birinci nöqtədə dəstək bölgəsinə yaxınlaşır. Daha sonra alıcılar bazara daxil olur və qiyməti yuxarı qalxaraq 3-cü nöqtəyə çatır. Amma diqqət edin, qiymət burada dayanır və yenidən aşağı hərəkət edir. Bu dəfə isə 4-cü nöqtədə əvvəlki dibə yaxın bir bölgədən dəstək alır. Məhz burada W forması daha aydın görmək mümkündür. Sonra alıcılar yenidən güclənir və qiymət 5-ci nöqtəyə, yəni əvvəlki zirvəyə yaxınlaşır. Əgər qiymət bu səviyyəni qıraraq yuxarı hərəkətini davam etdirirsə, W paterninin təsdiqi kimi qiymətləndirilə bilər. Bəs W paterni əslində nədir? W paterninin digər adı double bottom, yəni 2 qat dip paternidir. Bu patern əsasən aşağı trenddən sonra yaranır və mümkün trend dönüşünü göstərən siqnallardan biri hesab olunur. Burada birinci nöqtə ilk geri dönüşü göstərir. İkinci nöqtə birinci dibi göstərir. Qiymət daha sonra yüksələrək 3-cü nöqtəyə çatır. Bu səviyyə bizim üçün çox vacibdir. Çünki bu boyun xəttidir. Daha sonra qiymət yenidən aşağı düşür və 4-cü nöqtədən ikinci dibini formalaşdırır. Əgər qiymət bundan sonra yenidən yüksələrək 5-ci nöqtədə boyun xəttini qırırsa, bu paternin əsas təsdiq nöqtəsidir. Amma burada çox vacib bir məqam var. Sadəcə W formasını gördünüz deyə dərhal əməliyyata girmək də düzgün deyil. Burada breakout, yəni həcm, reset və digər texniki göstəricilərlə təsdiqlənməsinə də baxmaq lazımdır. Çünki tradingdə heç bir patern 100% işləyən siqnal deyil. Əgər qrafiklərdə bu formaya rast gəlsəniz, artıq W paterni daha rahat tanıya biləcəksiniz. Əgər tradingdə belə paternləri sadə və daha anlaşılan şəkildə başa düşmək istəyirsinizsə, kanala abunə olun. Növbəti videoda başqa bir vacib paternlərə də baxacağıq.